Xoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Bugünkü mövzumuz özgənin əmlakının mənimsənilməsidir. Başqasının əmlakının başqası digər vətəndaş tərəfindən özününkiləşdirilməsidir. Belə ki, Gəncədən bizə bütün bu məsələlərlə bağlı müraciət edən Elşad Məmmədovun şikayəti də məhz elə bundandır ki, 2012-ci ildə onun 21 sot torpağını o həmin vaxt Azərbaycanda olmadığına görə həmin rayonda yaşayan Məharət Mustafayev adlı şəxs tərəfindən zəbt edilib, bununla da kifayətlənməyib. Həmin 21 sot torpağı başqalarına satıb və həmin şəxsə bilirsinizmi kimdir? Deməli, Gəncənin Nizami rayon icra hakimiyyətinin o zamanki başçısı Məharət Mustafayev. Məharət Mustafayev Elşad Məmmədovun torpağını zəbt eləyib, onu 5 ayrı-ayrı şəxsə satıb. Baxmayaraq ki, məhkəmə qərarı var həmin torpaqların yenidən Elşad Məmmədova qaytarılması ilə bağlı, lakin hələ də məhkəmə davam edir. Və bütün bu problemlərin yaranma səbəbləri, problem necə yarandı, onun həlli yolları nədir və çıxış yolları nədən ibarət olacaq, söhbətimiz bu yöndə olacaq. Xoş gördük Elşad bəy. Xoş gördük. Elşad bəy, hadisə ilə bağlı danışardınız. Dediniz ki, torpağınız, yəni əmlakınız, qanuni torpağınız, Bəli. sənədləri olan torpağınız zəbt edilib və satılıb. Bəli, Həm bəli. də bu rəsmi şəxs tərəfindən edilib. Bəli. Bununla bağlı danışardı, zəhmət olması. Mən 2012-ci ildə səyahətimlə bağlı Türkiyə dövlətində olduğum zamanlarda mənə məxsus qanunu çıxarışlı 21 sot torpağımı köhnə Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin başçısı Məharət Mustafayev. Yəni sabiq icra başçısı. Bəli. Hansı ki, cənab prezidentimiz İlham Əliyev tərəfindən onun korrupsiya işləri ilə bağlı olmağı aşkara çıxarılmış, vətəndaşlara məxsus olan torpaqlarını aşkara çıxarmış və həbs olunmuşdu. Həmin icra başçısı mənim 21 sot qanunu çıxarışlı torpağımı 5 nəfər vətəndaşa satmışdı. Bu vətəndaşlardan biri hal-hazırda Gəncə Aqrar Universitetində dekan vəzifəsində işləyən Məhrəm İsmayılovdur. Məhrəm İsmayılov və digər şəxslər mənim torpağımı zəbt edib öz başına tikililər aparmışdılar. Tikinti tikiblər. Bəli, tikinti tikiblər. Hansı ki, bugünkü gündə cənab prezidentimizin sərəncamı belə var. Ulu öndərimiz mərhum Heydər Əliyev cənablarının hər zaman dediyi bir söz var idi. Qanunu çıxarışlı torpaqlar mülkiyyətçiyə məxsusdur. Qanunu çıxarışlı torpaqları heç bir qanun, heç bir dövlətin ixtiyarı yoxdur ki, sahibindən almağa. Lakin buna baxmayaraq, Məharət Mustafayev mənim torpağımı həmin vətəndaşlara satıblar. Hal-hazırda isə 13 ildir ki, mən bu torpağımla bağlı əziyyətlər çəkirəm. Mən bugün xahiş edirəm cənab prezidentimiz İlham Əliyevdən, Azərbaycanın xanımı, Mehriban xanım Əliyevadan çox xahiş edirəm mənim torpağımı alıb mənə qaytarılmasına görə. Məhkəməyə müraciət eləmisiniz? Bəli, 13 ildir bu məhkəmələrdə Məhkəmə çəkişməsi davam edir. çəkişmələrim sürür. Korrupsioner, Aqrar Universitetində dekan vəzifəsində işləyən, korrupsiya ilə məşğul olan dekan Məhrəm İsmayılov hətta Gəncə şəhərindən işi alıb Şəki apellyasiya məhkəməsinə belə yönəltdi. Düzdür, Gəncə apellyasiya məhkəməsindən iş alınıb Şəki apellyasiya məhkəməsinə gedən zamanda belə mənim bütün məhkəmələr, qərarlar, qərardatlar hamısı mənim xeyrim oldu. Mənim torpağımın, mənim çıxarışımı belə o ləğvinə vermişdi. Amma ki, Əsəd Mirzəliyev, Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev belə mənim çıxarışımın qanunu olmağını qüvvədə saxladı və təsdiqlədi. Lakin bunlara baxmayaraq, Məharət Mustafayev mənim torpağımı satıb, mənə 13 ildir
dövlətimlə üzbəüz qoyubdur. Məni dövlətin məhkəmələrində süründürür. 13 ildir ki, mən məhkəmələrdə sürünürəm. Mən bu 13 il ərzində hər cürə xəstəliyi tapdım. İnfarkt keçirtdim, insult keçirtdim. Daha olmayan bir şey yoxdur. Cənab Prezident, axırıncı xəstəliyimsə ən ağır xəstəlikdir ki, mən xərçə xəstəliyi tapmışam. Mən sizdən dönə-dönə xahiş edirəm. Mən Azərbaycanın məhkəməsini, Ali Məhkəmənin sədri, Məhkəmə Hüquq Şurasının sədri İnnam İmdadoğlu Kərimovdan xahiş edirəm. Mənim torpağım mənə qaytarılsın. Hal-hazırda Gəncə... Dediniz məhkəmə qərarı ilə torpaqların sizə verilməsi ilə bağlı qərar çıxıb? Qərar hələ çıxmayıb. Qərarı keçən ay, dekabr ayında qərar 2 saat yarım məhkəmə keçirildi. Mustafa Mustafayev tərəfindən Gəncə Apellyasiya Məhkəməsində. Lakin 2 saat yarımdan sonra qərar oxunmadı. Məhkəmə təyin olundu. Yanvar ayı 13-ü 2026-cı ilə saxlanıldı. Düzdür, mən bütün məhkəmələrin qərarları mənim xeyrimə olubdur. Ancaq mən yenə xahiş edirəm ki, mənim torpağımın söküntü qərarı, öz başına tikililərin söküntü qərarı qüvvədə qalsın. Və mənim... Məhkəmə qərar çıxardıb. O qərardan da şikayət veriblər. Bəli, o qərardan da şikayət vermişdilər. Hansı ki, köhnə Göygöl, yəni indiki Göygöl şəhəri, köhnə Xanlar rayonu deyilən ərazinin məhkəmənin sədri Elmira Həsənovanın saxta qərarı əsasında mənim udduğum bütün söküntü qərarlarına kimi Ali Məhkəmədən geri qaytarılmışdı. Və Elmira Həsənovanın qərarını belə mən ləğv elətdirdim. Ali Məhkəmə həmin qərarı belə ləğv elənməsini qüvvədə saxladı. Ondan sonra bütün qərarlar yenə mənim xeyrim oldu. Ancaq ən axırıncı qərar bu qalıb ki, öz başına tikililər evlərin, tikintilərin sökülməyə qərarı. Və Cənab Prezidentimiz İlham Əliyevin də sərəncamı var. Televiziyalarda hər çıxışlarında deyilir ki, saxta sərəncamlarla, icra hakimiyyətlərinin saxta sərəncamlarla satılan torpaqlarda tikilən tikintilər sökülsün və sahiblərinə geri qaytarılsın. Cənab Prezident, mən sizdən artıq dərəcədə xahiş edirəm. Artıq mən yorulmuşam. 13 ildir bu əziyyətləri çəkirəm. Hər xəstəliklərə düçar olmuşam. Mən sizdən çox-çox xahiş edirəm. Azərbaycanın bir evladı kimi, bir vətəndaşı kimi, Azərbaycanın Ulu öndərimiz Heydər Əliyevin davamçısı kimi sizdən çox xahiş edirəm. 44 günlük müharibənin qalibi, Ali Baş Komandanı, Cənab İlham Əliyev, mənim torpağımın mənə geri qaytarasınız və öz tapşırığınızı bütün məhkəmələrə verəsiniz. Eşat müəllim, məhkəmə işlərinə heç kim qarışa bilməz, məhkəmənin işinə heç kim müdaxilə edə bilməz. Siz sadəcə Allah köməyiniz olsun. Eşat bəy, siz hazırda çəkişməni həmin o torpağı alanlarla aparırsınız, yoxsa satan Məharət Mustafayevlə? Xeyr, hal-hazırda çəkişmə həmin torpaqda öz başına tikinti aparan şəxslərlə aparıram. Bəli, onlarla aparıram. Mən onlara dəfələrlə dedim ki, yəni siz mənə qanunu çıxarışlı torpağımı Məharət Mustafayevdən alıbsınız. Və Məharət Mustafayevdən bu gün də gedib tələb edə bilərsiniz ki, mənə vətəndaşın qanunu çıxarışlı torpağını siz satıbsınız. Bəli, dəyən zərəri ödəsin və kompensasiya versin. Məharət Mustafayev ödəməlidir sizə. Siz amma bugünkü gündə mənlə dava döyürsünüz. Halbuki qanunu çıxarış, devlətin qanunu çıxarışı mənimdir. Bir də Eşat bəy, bu deyirsiniz ki, Məharət Mustafayev satıb. Siz onun özünü məhkəməyə vermisinizmi? Xeyr, mən verməmişəm. Mən onu məhkəməyə verməmişəm və qarşı tərəfdə bayaq adını çəkdiyim vətəndaş Məhrəm İsmailov dediyinə görə prokurorluğa şikayət veribdir. Məharət Mustafayev haqla bağlı olaraq. Lakin
hələ də onun haqqında bir tədbir görülməyib. Hazırda Məharət Mustafayev nə ilə məşğuldur? Hazırda Yine Gəncədə Məharət, yaşayır yoxsa? Bəli, Gəncə sakinidir, amma bir neçə il həbsdə oldu, korrupsiya ilə və torpaq alverinlə məşğul olmağına görə cənab prezidentimiz tərəfindən həbsə atıldı. Çünki aşkara çıxarıldı ki, bəli, bu adam bu işlərlə məşğul olubdu. Amma hal-hazırda eşitdiyimə görə Qarabağ bölgəsində hansısa bir vəzifə başında işləyir. Amma qarşı tərəfdə Məharət Mustafayevdən yox, mənim torpağıma yiyələnməyi düşünürlər. Onlar heç nə tələb eləyə bilmirlər. Növbəti məhkəmə prosesi nə zaman olacaq? Növbəti məhkəmə prosesi Allahın köməkliyi ilə bu ayın 13-dədir. Yəni yanvar ayının 13-də, bəli, Hakim kimdir? Mustafa Mustafayev. Aha. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, müsahibim Elşad Məmmədov ona məxsus 21 sot torpağın Gəncə şəhəri ərazisində Gəncənin o zamanki Nizami rayon icra hakimiyyətinin başçısı Məharət Mustafayevin qeyri-qanuni hərəkətləri ilə onun torpağı zəbt edilib və digər 5 Gəncə sakininə verilib qeyri-qanuni olaraq. Bir nəzərinizə çatdırım ki, bu cür hallar Azərbaycanda çoxlu sayda baş verir. Odur ki, torpaq aldığınız zaman mütləq qanuni olaraq həmin torpağın sizdən əvvəl bir başqasına aid olub olmadığını və həmin şəxsi taparaq onlarla alqı-satqı eləyin ki, bugün Elşad Məmmədov kimi həmin torpaq sahibləri sizi qeyri-qanuni əldə etdiyiniz həmin torpaqlar və ya saxta sənədlə sizə satılan həmin torpaqların geri əlinizdən alınmasın, torpaqlarınız özünüzdə qalsın deyə bunun qanun çərçivəsində baş verməsi üçün həmin torpağın torpaq idarələrinə, bələdiyyə idarələrinə, icra hakimiyyətinə sorğu göndərin ki, həqiqətən də bu torpağın başqa sahibi varmı və ya həqiqətən bu torpaq dövlətə aiddir, dövlətə məxsusdur. Ondan sonra bu alqı-satqı işlərini həyata keçirin. Alqı-satqı işlərini həyata keçirərkən mütləq hüquqi şəxslərlə münasibət qurun, onlarla, vəkillərlə danışın, hüquqşünaslarla danışın ki, onlara müraciət edin ki, və bugün Elşad bəyin bax bu müraciəti kimi sizlər evsiz, eşiksiz qalmayasınız. Təbii ki, bu Elşad Məmmədovun haqqıdır. 21 sot sənədli, reyestrli, ona məxsus torpağın özdə icra hakimiyyəti başçısı səviyyəsində digər şəxslərə satılması təbii ki, qanunlarımıza hayqırıdır, qanunlarımıza ziddir. Təşəkkür edirəm hər birinizə. Bizi izlədiyinizə görə paylaşın və abunə olun ki, Azərbaycanda baş verən ictimai siyasi hadisələr, məhkəmə prosesləri, qalmaqallı çəkişmələr və bu çəkişmələrdə əldə olunan nəticələrin məhz bizdən Azad Media TV olaraq izləyə biləsiniz. Təşəkkür edirəm hər birinizə bizi izlədiyinizə görə.